Çapıq izlərinizi gizlətməyin. Çünki siz onları gizlətdikcə onlar daha çox gözə batır. Ondansa yapışdırın Dermalis plastırı, çapıqdan bir dəfəlik qurtulun. Necə? Ekrandakı ürək qızardın, sizə ətraflı izah edeyim. Deməli, Dermalis plastır istifadə edildiyi zaman sayıram. Bu keysəriyyə əməliyyatından sonra qarında qalan çapıq izidir. Bütün növ çapıq izləridir. Yaradan sonra qalan izlərdir. Keloid izləridir. Hər hansı bir travmatik zədədən sonra qalan izdir, sızanaq izidir. Qardaş, bir sözlə də nə, səni narahat eləyən bütün növ çapıq izlərinə qutunun üstündə göstərilib. Hər gün neçə saat yapışdırasan. Çapıq boyda, ləkə boyda kəsirsən, yapışdırırsan çapığın üstünə. Və tədricən dəridə kollagen sintezini artırır, dərini qalınlaşdırır. Yavaş-yavaş gözlə görülə biləcək qədər görürsən ki, çapıq izi azalır. Və bir müddətdən sonra tamamilə yox son qoyur. Ölkənin bütün apteklərində Dermalis plastırı əldə edə bilərsiniz. Tapa bilməsəz əzazlarımızdan xahiş eləyin, zakas verib gətirsinlər. Amma mütləq yaxşı nəticə almaq üçün burada yazılan qaydalara və minimum burada da qeyd edib 2 ay istifadə etmək lazımdır. Yəni minimum bu nəticə, yaxşı nəticə almaq üçün bu qaydalara riayət etmək lazımdır. Və bu cür videoların davamı üçün sağlamlığınızın qeydinə qalan əzasınız, balaoğlanı takip edin ki, hər zaman sağlam qala biləsiniz.